Ümumiyyətlə, bu hədisin tam mətni belədir. Hədis Ali radiyallahu anhudan rəvayət olunur. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki: "Əvtiru ya əhləl Qur'an, əvtiru fə innallaha vitrun yuhibbul vitra." Və Peyğəmbərimiz sallallahu əleyhi və səlləm hədisdə buyurur ki: "Ey Quran əhli, yəni Quranı əzbər bilənlər, qarilər, vitr namazı qılın. Həqiqətən Allah təkdir, yəni vitrun təkdir və vitr namazını sevər." Və bu hədis göstərir ki, vitr namazı vacib olmasa da, Allahın sevdiyi ibadətlərdən biridir və ona görə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm vitr namazını qılmağı buyurub. Həmçinin alimlər bu hədisdən götürürlər ki, ümumiyyətlə insan yalnız şəriətin istisna elədiyi hallar başqa. Digər əməllərdə də əgər tək sayda edərsə, demək Allah Taala bunu sevir. Məsələn, Peyğəmbərimiz sallallahu əleyhi və səlləm Ramazan bayramı günü bayram namazına çıxarkən tək sayda xurma yeyərdi. Həmçinin bəzi ibadətlər tək saydadır. Məsələn, Kəbəni təvaf etmək 7 dəfə təvaf olunur. Həmçinin insan başqa məsələn bir əməli edərsə, məsələn, orada əgər şəriət onu cüt buyurmayıbsa, məsələn, zöhr namazı 4 rükətdir. Yəni bunu 5 rükət etmək olmaz. Sual verirlər ki, bəs başqa əməlləri də, yəni tək sayda etmək bura daxildirmi? Şeyx İbn Baz rahimehullah deyir, hədisdən görünür ki, bəli. İnsan o əməllər ki, şəriət yəni onlara say qoymayıb, yəni insan onu bu hədisə əməl edərək tək edərsə, o demək buna görə savab qazanır.